Ölkəni bazara çevirmişsiniz, ölkəni tərbiyəsizxanaya, əxlaqsızxanaya çevirmişsiniz, rüşvət yuvasına, quldur yuvasına çevirmişsiniz, ölkəni siz cəhənnəmə çevirmişsiniz, ölkəni siz fironların vaxtına çevirmişsiniz. Siz nə istəyirsiniz? Xalqın yedi sərvətlərini diləndirib küçədə süsləndirirsiniz, sürün süründürürsünüz. Bura get, ora get, o dir bura get, buradan getir, onu getir, dağa dəriyə salırsınız, filanlırsınız, vətəndaşı, bu nə adamdır? Siz burana əl basıb, kişi kimi, qan düşdünüz, vicdanınız olmayan şərəfsizliklə də an düşdünüz ki, şərəflə xidmət edəcəm. Şərəfsizcəsinə demədiniz. Hərbi komissar bileti 15 minə satır, pul verməyənin biletini oğurlayır, cilov saxlayır. Çünki yiyəsi yoxdur ölkənin. Hana şikayət edəcəksən? Müstəntiqlər prokuror işgəncə verir, istədiyi qiyməti qoyur, hara şikayət edəcəksən? Məktəb istədiyi pulu yığır, istədiyi hoqqanı çıxardır, səhiyyə istədiyi hoqqanı çıxardır, digərləri istədiyi hoqqanı çıxardır, məhkəmələr istədiyin həbs edir, istədiyin tutur, istədiyin gelir, çıxardır, buraxır. Yəni belə ölkə olmur, ne doğrudan da? Doğrudan bir abırçılıqdır. Adam bilmir. Deyir, kələfini üçün itiriblər, bəziləri ki, hakimiyyət vicdanını itirib. Hakimiyyət namusunu itirir, hakimiyyət mərhəmətini itirir, hakimiyyət başqa şeylər itirir, kələfini itirmir. Kələfini itirirsə, çıxardır uşaqlığını verər cəmaata. Kələfini itirirsə, öz cibindən pul paylar cəmaata. Banklarda, xarici ölkələrdə milyardlarla əmlakı büdcəsi, sərvəti özünün olmaz. Kələfini itirən hər şeyini itirir deməkdir. Nətər bunlar özünə sərf elədi, kələfini itirmir. Xalqa xidmət eləmək lazım olanda kələfini itirirlər. Kələfinizi sizin girsin gözünüzə, qulağınıza, ora, bura. Yekə adamsınız, yekə quldursuz, yekə tərbiyəsiz, əxlaqsız, mədəniyyətsiz. Bu qədər insan əxlaqsız, bu qədər insan tərbiyəsiz, siyasi, mədəniyyətsiz, siyasi, tərbiyəsiz. Birinə toxunursan, ailəz bir şantaj edir, arvadın tutur, qızım ki, yekə kisə, öz arvadınız qızınız kisələrdə orada buradadır. Onun dərdini çəkir. Xalq, insanların vicdanının, ləyaqətli, namuslu ailəsinə barmaq uzatmıyor. Hasana qədər pula görə özü 1000 yola qoyacaqsınız, 1000 əxlaqsız, 1000 oğrəflidən çıxacaqsınız. Yanında da xalqın pulunu trolları ezidirsiniz. Danışan kimi təxribat tapar, alçaq adam. Vayın hərbi bileti 15 milyon niyə satırsan? Şərəfsiz. İstintaqlar məhkəmələri niyə rüşvətlə hər maddəni, hər işgəncə verir, boynunu işləyirsiniz, pul alırsınız? Niyə? Məktəbləri, biabırxana direktorların milyonu var. 50 ev alıb. Direktor kim daxı? Haranız zibili daxı? Direktorin 15 dənə evi, 20 dənə maşın olsun. Vətəndaş sürülənsin, az-azına bilmir neyləsin, süründürürlər vətəndaşı. Hər baş həkim milyardları var. Bölgələrə gələndə vilayət Eyvazov gəldi, şikayət elədər, getdi, heç onu kefin olmadı. O gəlir, prezidenti yazdılar, təbibə yazırlar. Qardaş, bu milyon yer, bu belə eləyir, bu falan faktlarla deyirsən, bu adamı Cəllabaddan Elnur nə bilim kim oydu, direktor mərkəz xəstələr. Nə qədər şikayət 20 il oldu, nə 10 il oldu, götürürlər verdi Sumqayıda, onunla da böyük yerə verdilər. Ondan da böyük vəzifə, ondan da böyük yeməli yerə, imkanlı yerə verdilər. Yekə adam sizə özü ələ salın, özü 1000 yola qoyur, özü artistliyə qoyur. Özü nə yola qoyursan qoyur. Abi, pozğunluğun da bir dərəcəsi var. Əxlaqsızlığın da bir qaydaları var. Oyun qaydaları yoxdur, bitir, bilirlər. Amma da hər şeyin bir qaydası və bir əndazəsi olmalı. Da bunu çıxdınız, bu qayda qanun, rüşvətin də qaydası, qanunun alın. Əxlaq dediyim kimi, nə o hoqqa çıxadım, nə qələt edirsə, onun da heç olmasa bir bəlli bir həcmi, bəlli bir çərçivəsi olmalıdır. Adam özündən də abırsızlığa qoyar. Vətəndaş hərbi biletini süründürürlər küçələri, ged orada bura, vətəndaşın ağzı yeri yoxdur, vətəndaş onkoloji xəstə olub filan, əmələt, sənədləri tabii ki gedir, hərbi komissiyada, yuxarılardan keçir, oradan buradan müayinədə filandan sənədləri yığdırırlar zorla, 20 dəfə Bakı aparırlar. Gətirir verir hərbi komissarlığa, hərbi komissarlıq 3 gün açıdır, hərbi biletini itib. Yəni siz rüşvət vermədiniz deyə səni daha çox zülüm eləyəcək. Prinsipidir bu. Səni qutudan çıxardan məzari pənahının namusun şərəfini boyun yerə soxun mən. Biabır eləmişsiniz, Paşinyanla şərəfsizliksiniz, nədir? Düzdür də, deyir bizim ölkədə Qarabağ qazisi özünü yandırır, məğlub ölkədir. Orada hərbi bileti 15 minə satırlar, oğrəşliyin vicdansızlığın da dərəcəsi olur, şərəfsizliyin də dərəcəsi olur, rüşvətxorluğun da, hər biabırçılığın bir bəlli dərəcəsi həddi olur. Siz hər şeyinizi itirmişsiniz, hər şeyinizi almışsınız əzmin altına, almasınız. Bugün ölkənin problemlərini işıqlandıran, qeyrətli, vicdanlı, mərd, ləyaqətli, cəsur xanımları, jurnalist qızları şərrif həbsə qoymazsınız. Sizin ailə üzvləriniz gedir Ermənistana deyirsiniz, gönlü bəyənmir, Ermənistan bizim şey olub. Şərləmək istəyəndə Əfqan Erməni işdir, filan kəs deyirsiniz, bilirəm.
Götürüb ölkənin sərvətlərini tapa edirsiniz, dağıdırsınız, xarici ölkələr falan.